İmamın sələm verənlə, yalan danışanla, insanları aldadanla işi olmayacaq. İmam dürüst insanı axtaracaq. İmam o insanı axtaracaq ki, onlar dinin rənginə boyanıblar. Namaz var, ibadət var, həc var, Kərbala var. Görərsən ki, üst başına da yaxşı diqqət eləyər, əlində təsbih, saqqalı gözəl. Amma dinin rəngi yoxdur. Dinin rəngi başqa şeydir. Namaz dinin sütunudur. Həc dinin sütunudur. Oruz dinin sütunudur. Amma dinin rəngi yalan danışmamaqdır. Dinin rəngi haram yeməməkdir. Dinin rəngi 100 haramın içində bir halalı seçməkdir. Bu dinin rəngidir. İnsan gərək dinin rənginə boyanmağa çalışar. Allah Quranda nə buyurur? Buyurur ki, Sibğatallah və mən əhsənu minəllahi sibğə. Allahın rəngi, dinin rəngi, ondan gözəl rəngi yoxdur.